Abşeron rayon icra hakimiyyəti rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində yolların, küçələrin abadlaşdırılması prosesi həyata keçirilir. Şahid küçəsidir. Allah canı sağ eləsin. Rayon rəhbərinə təşəkkürümüzü bildiririk. Küçələrimizin asfaltlanması sakinlərimizin rifahı üçündür. Görülən işlər isə sakinlərin ürəyincədir. Abşeron rayonun mərkəzi Xırdalan şəhəri başda olmaqla rayonun kənd və qəsəbələrində geniş miqyaslı iməclik aksiyaları ardıcıl şəkildə davam etdirilir. Rayon icra hakimiyyəti başçısı Abidin Fərzəliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bayram günlərində aparılan bu işlər Abşeronun simasını köklü şəkildə dəyişib. Aksiyalar çərçivəsində yol kənarları və yaşayış massivləri məişət tullantılardan təmizlənir, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, qurulmuş ağaclar yeniləri ilə əvəzlənir. Müxtəlif ərazilərdə isə yeni ağacəşmə tədbirləri həyata keçirilir. Paralel olaraq bəzi küçə və məhəllələrdə asfaltlanma işləri də görülür ki, bu da həm də nəqliyyatın rahatlığını, həm də kənd və qəsəbələrin estetikasını yüksəldir. Görülən tədbirlər təkcə estetik görünüşün yaxşılaşdırılmasına deyil, eyni zamanda ərazidə ekoloji tarazlığın qorunmasına və sağlam yaşayış mühitinin formalaşmasına xidmət edir. Təmizlənən ərazilər, bərpa olunan yaşıllıqlar və yeni salınan ağaclar Abşeronun daha təmiz və yaşıl gələcəyi hesablanan ardıcıl siyasətin göstəricisidir. Bugün Abşeronda təbiətə qayğı açıq şəkildə hiss olunur. Torpaq nəfəs alır, yeni əkilən ağaclar isə sabahın yaşıllığını müjdələyir. Keçirilən iməclik aksiyaları bir daha sübut edir ki, birlikdə görülən iş həm ətraf mühiti qoruyur, həm də şəhərin və kəndlərin simasını dəyişir. Əhalinin bu prosesdə fəal iştirakı ictimai həmrəyliyin güclənməsinə də mühüm töhfə verir. Xüsusilə vurğulanmalıdır ki, iməciklər yalnız mərkəzdə məhdudlaşmır, rayonun bütün kənd və qəsəbələrini əhatə edir. Bu da Abşeronun hər bir yaşayış məntəqəsində eyni dərəcədə səliqə-səhman yaradılmasına, insanların yaşayış keyfiyyətini yüksəldilməsinə xidmət edir. Nəticə etibarilə Abşeron rayonu bugün daha təmiz, daha yaşıl və daha sağlam gələcəyə doğru inamla addımlayır. Davamlı şəkildə həyata keçirilən iməclik aksiyaları göstərir ki, təbiətə qayğı və insan rifahı Abşeronun inkişaf strategiyasının əsas prioritetlərindəndir. Nizam Rəsulov, xüsusi olaraq Dinas TV üçün.